18 nömrəli test tapşırığına baxaq. Cümlə verilibdir və cümlədə söz birləşməsinə aid olan doğru fikirləri müəyyən etməyi soruşur bizdən. Mən düşünürəm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdadır. Cümlə tabeli mürəkkəb cümlədir və tabeli mürəkkəb cümlənin baş cümləsində söz birləşməsi yoxdur. Budaq cümlədə isə baxaq görək söz birləşmələri hansılardır? Həyatımızın mənası nədədir? Vətənimizin səadəti üçün çalışmaqda. Deməli, cümlənin xəbəri nə ilə ifadə olunmuş oldu? Məsdər tərkibi ilə ifadə olunmuş oldu. Nə vətənimizin səadəti üçün çalışmaqdadır? Həyatımızın mənası. Cümlənin mübtədası isə ismi birləşmə ilə ifadə olunmuş oldu. Deməli, bizim cümləmizdə 2 dənə nə var? Söz birləşməsi var. 2 dənə söz birləşməsi var. Biri ismi birləşmədir, biri isə məsdər tərkibidir. Baxaq, aşağıda distraktorlar verilibdir və distraktorlarda görək hansılar doğru və ya yanlışdır. Baş üzvlərdən biri söz birləşməsi ilə ifadə olunubdur. Fikir səhvdir. Nəyə görə səhvdir? Bayaq da dediyim kimi cümlədə baş üzvlərdən mübtəda və xəbər hər biri iştirak edir və hər biri söz birləşməsi ilə ifadə olunubdur. Bizdə deyir, amma biri yox, ikisi də söz birləşməsi ilə ifadə olunduğu üçün birinci fikir doğru fikir deyil. İkinci fikrə baxaq. İsmi birləşmənin tərəfləri deyir, isimlə ifadə olunur. İsmi birləşməmiz hansıdır? Həyatımızın mənası. Həyatımızın mənası söz birləşməsində həyat nə? İsim, məna, nə, isim. Deməli, ismi birləşmənin hər iki tərəfi isimlə ifadə olunur. 2 doğru fikirdir. Baxaq 3-ə. Feili birləşmənin əsas tərəfində işlənmiş məsdər, yəni çalışmaq məsdəri düzəltmədir deyil. Çalışmaq, xeyr, düzəltmə deyil və çalışmaq sözünün köküdür. Qrammatik şəkilçidir. Biz burada düzəltmə söz görmürük. Onun üçün səhvdir, da, yeri hal şəkilçisidir, da, nədir? Xəbərli şəkilçisi. Onun üçün 3-cü fikir yanlış fikirdir. Feili birləşmənin tərkibində amonimliyi olan köməkçi nitq hissəsi işlənib. Feili birləşmə vətənimizin səadəti üçün çalışmaq birləşməsində üçün köməkçi nitq hissəsidir. Qoşmadır. Ancaq üçün qoşmasının amonimliyi yoxdur. Onun üçün 4-cü fikir yanlışdır. Məsdər deyir, qarşılıq birgəlik növdə deyil. Nə idi? Çalışmaq. Çalışmaq. Düzdürmü? Çalışmaq bayaq da kök və şəkilçi yardım. Çalış sözün köküdür. Qrammatik şəkilçidir. Burada biz heç bir leksik şəkilçi, feilin qrammatik məna növlərinə aid olan bir şəkilçi görmürük. Deməli, bu zaman biz nədə götürürük onu? Məlum növdə götürmüş oluruq. 5-ci fikir doğru fikirdir. Baxaq 6-ya. Bütün isimlərdə mənsubiyə şəkilçisi qəbul etmişdir. Baxaq. İsimlər hansılardır cümlədə? Həyatımız nə? İsimdir. Məna nə? İsimdir. Vətənimiz isim. Səadət nə? İsimdir. Üçün qoşmadır. Çalışmaq isə feildir. Düşünürdüm. Feil. Mən isə əvəzlikdir. İsimləri müəyyən etdik. Baxaq isimlərdə mənsubiyə şəkilçiləri varmı? Bütün isimlərdə həyatımızın sözündə bəli, ımız birinci şəxsin cəminin mənsubiyyətidir. In isə yeri hal şəkilçisidir. Mənası s üçüncü şəxsin təkinin mənsubiyyətidir. Vətənimizin imiz yenə birinci şəxsin cəminin mənsubiyyəti. İn isə yeri hal şəkilçisidir. Səadəti i üçüncü şəxsin təkinin mənsubiyyətidir. Bəli, biz müəyyən elədiyimiz bütün isimlərdə mənsubiyyət şəkilçisi gördük. Bunun üçün 6-cı fikrimizdə doğru fikirdir. Deməli, testimizin düzgün cavabı 2, 5, 6 C variantı.